Ya Allah salam değerli əziz izləyicilərimiz. Uğur Travel şirkəti olaraq hər birinizi Nəcəf şəhərinə İmam Əli əleyhissalam hərəmindən salamlayırıq. Məşəd Kərbəla zəvvallarımız hal-hazırda Nəcəfdə Əli əleyhissalamın ziyarətindədirlər və bizim şirkətimizin dəyərli nümayəndələrindən olan Kərbəla Rasim qardaşımız zəvvallarımıza Allah lanet eləsin. Abdurrahman İbn Mülzəm tərəfindən zəhərli qılıncdan zərbətləndi. Allah İbn Mülzəmə əbədi lanet eləsin. Həzrət Əli əleyhissalam o şəxsdir ki, tarixdə yoxdur belə bir şəxs. Allahın evindən Allahın evinə qədər yaşayıb. Yəni Həzrət Əli əleyhissalam Kəbə evində dünyaya gəlib, Allahın evi, Allahın beyti olan Kufə məscidində dünyasını dəyişib şəhadətə yetib. Yoxdur tarixdə belə bir şəxs ki, Allahın evində dünyaya gələ və Allahın evində şəhadətə yetər. Əli əleyhissalam da Kəbə evində dünyaya gəldi. Anası Fatimə binti Əsəd Həzrəti Əli əleyhissalamı Kəbə evinin içərisində dünyaya gətirdi. Və həmin Həzrəti Əli əleyhissalam idi ki, Mədinədən Ərəbistandan hicrət etdi və bu İraq ərazisinə, Kufə məscidinin ətrafında Allah lənət eləsin, İbn Ziyadın sarayının düz yaxınlığında Əli əleyhissalama bir ev hədiyyə elədilər. Əli əleyhissalam təxminən 5 ilə yaxın həmin o evdə yaşadı. Həzrəti Peyğəmbəri yad eləyək, sələvat zikr eləyək.